Allahın yolunda olmayanlar Allahdan danışırlar, həccə gedirlər, amma gəlirlər burada xalqın malını talayırlar. Bu göz qabağında olan bir şeydir də. Və yaxud da gedir həcc ziyarətinə bir qadın, əgər onun qaydalarına riayət etməyəcəksənsə, ay bacı, nə var gedirsən ora? Mən sözün açığı bu yerlərə enmək istəmirəm. Yaxşı dediniz, enmək istəmirəm. İnsan əgər getdiyi yerdən, olduğu yerdən, gördüyündən, eşitdiyindən özü üçün bir faydalı bir şey götürə bilmirsə, o cəmiyyət üçün də heç nə götürə bilməyəcək. Sən cəmiyyətə faydalı olmağın üçün gərək özündə nəsə ol. Mən onu belə, məsələn, bir hadisə ilə əgər insanlara çatdırmaq olsun, bir adam bataqlıqda batır və onun o batma müddəti 1 dəqiqə çəkəcək. 30 saniyə çəkəcək, onun öləcək də 30 saniyə. Sən nə etməlisən? Sən də atsan özü ora ki, onu xilas eləmək üçün. Yəni, gedəcəksən onlardan. Bu fədakarlıq olmadı. Bu ağılsızlıq oldu. Ağılsa deyir ki, insana ki, onu xilas eləmək üçün qaç ətrafdan bir budaqdan, bilmirəm, taxtadan bir şey tap ki, ağacdan bir şey tap, uzad ona və onu xilas elə. Sən getsən, onu tapsan o ağacı, tapmasan, gəlib görsən, batıb, yenə də sən haqlısan. Doğru. Hətta o ölsə belə. Yox, işsiniz də ölsöz, sizi bu qədər insan axtarır, heç kimin sizdən xəbəri yox. İndi sən xəbər verə bilərsən, haradadır onun meyidi, onun meyidini ailəsinə təhvil. Yəni, burada o qədər incəliklər var işin içində. Fədakarlıq ya özünü qurban vermək, ağıl da tələb eləyir. Ağılsızlıq səviyyəsində olmamalıdır o. Cəmiyyətə elədiyin yaxşılıqlar ağılla olunmalıdır, ölçülü bir şey olmalıdır. Ölçüsüz necə gəldi, ola bilməz. İnsanlığın biri görsən, o yaxşılığın faciəsinə çevrilir. Elədiyin yaxşılığın cavabını çox pisliklə alırsansa, deməli, sənin yaxşılığın ölçüləri doğru deyildi. Yaxşılığın meyarları doğru deyildi. Obyekt, yaxşılıq elədiyin obyektlə sənin aranda olan münasibətlər doğru deyildi. Sonra deyirlər ki, yaxşılıq yoxdur bu dünyada. Sən onu düz ölçülü eləməmsən. Sən yaxşılığı məqamında, yerində, zamanında və ölçüsündə eləməmsən. Bunların birində qüsur olub ki, o sənin üstüvə başqa cür qeyd edib.